artan qaz pulu, su pulu, işıq pulu, heç də ərzaqların pulundan da ümumiyyətlə danışmıram, heç də bizim həyat şəraitimizi düşünərək atılan addımlar deyil. Fikir verirsinizsə, subsidiya şurası kəndlinin problemini çoxaldır. Tarif şurası kəndlinin də, şəhərlinin də problemini çoxaldır. Ümumiyyətlə, harada şuralar varsa, onlar ancaq o məbləğləri artırmaqla məşğuldurlar. Bunu ödəmək üçün yazıq insan gününün neçə saatını işləyəcək, nə qədər məvacib əldə edəcək. Bugün orta statistik Azərbaycanlının gəliri nə qədərdir? Heç bunu hesablamadan, ölçmədən, biçmədən, düzdür, özlərinə sual versən deyəcəklər ki, bəli, biz bunu Azərbaycan insanının gəlirinə uyğunlaşdırırıq, amma ki, xeyr. Hala görün, belə bal indiyə qədər heç alıb yemişsiniz. Bura baxın, bir yaxından çək buna. Yağı da, qaymağı da, hər şeyi bunun içindədir. Əsl bal xarlanıb, baxın bu cür yağ kimi olmalıdır gördüyünüz kimi. Və ot bitkilərin balları xarlananda dəndən, ağac bitkilərin balı xarlananda isə bu cür yağ kimi olmalıdır. Bu hal-hazırda sizə göstərdiyimiz bu bal cökə balıdır. 051 546 39 39 zəng eləyirsiniz. Bu cür möhtəşəm xarlanmış ballardan sizin üçün də göndərib düz